Hər birinizə salam dostlar. Yenidən YouTube kanalımızda aktivik. Yenə bir ölkə xarici turuna gedirik və vloglarla qarşınızda olacağım. Səfərimiz Batumiyadır, Gürcüstana gedirik. Deməli, Azal tətbiq etmişdi endirimli biletlər. Həmçinin bir qrup, belə deyək, dostlarla birlikdə gedirik Batuma. 5 nəfər olacaq. Hal-hazırda terminal 2-dəyik. Çekinimizi elədik, biletlərimizi aldıq. İndi mini üçün gözləyirik. İzləmədə qalın. İnşallah yaxşı videolar gələcək. Deyimiz qrup Samir, Hacı və həmçinin 2 xanım. Onlar hələ ki burada yoxdular. Gözləyirik gəlsinlər. Deməli, təyyarəyə minik. Saat 13:40-da başlayır. Gözləyirik. Dostlar, YouTube'a salam deyin. Salam. Dostlar, qeydiyyatımız tamamlandı. Pasport kontroldan da keçdik. Hal-hazırda gözləmədəyik. 19-cu qapıdan saat 13:40-da mini başlayacaq. Hələ 37 dəqiqə sonra. Burada gözləyirik. Terminal 2-dəyik hal-hazırda. Dostlar, bura terminal 2-dir. Bura köhnə terminaldır. Hal-hazırda uçuşların bəzilərini bura keçiriblər. Trabzon olsun, İstanbulun Sabiha Gökçen olsun. Biz 19-cu qapıdan gedəcəyik. Gedirik təyyarəmizə doğru. Təyyarəmizin adı Ağdamdır. Biz bir neçə dəqiqədən sonra hərəkətə başlayırıq. Uçuş zamanı təhlükəsizliyin təmin olması üçün təyyarə bələdçilərin təlimatlarına riayət etməyizi xahiş edirik. Uçuş boyunca turbulentlik hava şəraiti gözlənilir. Ona görə əyləşərkən qorucu kəmərlərinizi bağlı olmasını tövsiyə edirəm. Azərbaycan Hava Yolları və bütün heyitimizin adından sizə xoş uçuş arzulayırıq. Diqqətə görə çox sağ olun. Deməli, hava şəraitinin çox dumanlı olması səbəbindən ani bir qərarla Tiflis'e uçurur. Pilot bildirdi ki, Tiflis'e uçurur. Oradan sonra başımıza nələr gələcək bilmirəm. Biz gedək görək necə olacaq. Hal-hazırda Tiflis'e yaxınlaşırıq. Verəcəklər, görək necə olacaq, Batuma necə gedəcək, nə baş verəcək. Tbilisi Beynəlxalq Hava Limanından hər kəsə salam. 1 saatdan sonra təyyarə hərəkət edəcək. Deməli, məsələ necədir? Təyyarə burada gözləyəsi oldu. Batuma enməyəcək. Hal-hazırda Tiflis hava limanındayıq. Biz bagajımızı gözləyirik və biraz Tiflis turu eləyib gedəcəyik Batuma. Biz deməli oteldən imtina elədik, gedirik Batumaya doğru. İndi Tiflis hava limanından gedirik avtovağzala, oradan da Batumiya avtobusla gedəcəyik. Gedirik avtovağzala. Həyatdan bitmiş ağa. Mama Teresa səni qorusun.
Dakika Çereva, East Point. Dakika Çereva, Yulia Başviriskoca. Avtovağzala çatmışıq. Deməli saat 8-də sprinter tutduq. Gedirik Batuma. Adam başı hardasa 50-60'lar eləyir. Bu da təxmini 25-30 manat. Başqa əlac yoxdur. Belə gedirik Batuma doğru. Hal-hazırda avtovağzaldayam. İndi xanımlar gözləyirəm, gəlsinlər. Gedirik. Yolumuz Batuma. Yəqin ki 4-5 saatlıq yolumuz var. Uşaqlarla gedirik Batuma doğru. Düz gidin. Düz gedin. Bəli dostlar, hal-hazırda sprinterdə show Batuma doğru gedirik. Hələ yolumuz çoxdur. Evet, çevir. Bu yeni bendekim, aynada bakıştım. Yeni ben miyim, kendimle tanıştım. Günümle bugünüm, can ciğer kızartısın. Geçmişimin karması. Dayanmışıq. Hal-hazırda yolda. Bir lari mənə ver də. Bir lari ver. Hal-hazırda avtoban bağlı olduğu üçün ara yollarına gedirik Batuma. 2 saatlıq yol göstərir. 2 saat, yəni hələ ki yolumuz var Batuma. Yorğunluq varmı desəz var. Başım ağrıyır biraz da. Əsas odur sağ-salamat gedirik hələ ki. Hələ gedirik, hələ 1 saat yolumuz var. Yoldayıq. Saat 1'ə 20 dəqiqə işləyib. Dayda gedirik. Batuma çata-çata yağış çox gücləndi. Çox güclü yağış yağır. Kamerada görünməsə də çox güclüdür. Və bitməyən tunellər
Yəni Tbilisidən bura gəlinə qədər 15-20 dənə tunel keçmişik yəni. Demək Batumda saxladıq. Burada grill aldıq. Türk mətbəxi olan Bursa Şavurma adlı restoranda grill aldıq. İndi onu doğradırıq. Bir dənə də ayran. Sütaş ayran. Gedirik otelə doğru. Batumdayıq. Otelə az qalır. Sprinterdə yallı gedir dostlar. Güclü yağış yağır yani. Gedək görək başımıza nələr gəlir. Gəlib çatdıq şükür. Şükür kanka. 37-ci mərtəbəyə. Otağımızı axtarırıq dostlar. 37-64'tü bizim otaq. Bitməyən bir koridorda. Hədsiz çox böyükdür. Demək otaqla sizi tanış etmək istəyirəm. Burada mini kuxnamız, 2 otaq, 1 və 2 orada xanımlar qalır. Bura bizim otaq. Və buradan mənzərə. Birini bu qədər. Sabahlarım yeni gəzintilərlə, yeni videoyla qarşınızda olacağım. Hələlik sağ olun, görüşərik.